Keçirik qarşılıqlı bucaqlara. Əvvəl izahına baxaq, sonra tapşırıqlarını eləyəcək xəttə. Səbrin olsun. Kızlar çok müsaatle dəstək. Ne? Ne dedin Murat Han? Deyirəm kasaqdır dəstək. Hayır. Ben de her zamanki kimi. Eşitmədim uşaqlar. Dərslər bizə asat gəlir. Təşəkkürlər. Bəziz deyir, mənim baş sağlığım dərslər hər zaman asat. Yaxşı, gələk uşaqlar indi. Çox sağ olun. Təşəkkür edirəm xoş sözlərinizə görə, iltifatlarınıza görə minnətdaram. Şımartmayın məni. Gələk keçək indi qarşılıqlı bucaqlara. Qarşılıqlı bucaqlar uşaqlar. Baxın, bayaqlar biz sizin qonşu dedik. Dedik ki, evimizin qapımızın sağında bəli. Qapımızın sağında və solunda olan qapılar bizimlə qonşudur. İndi fərz edin ki, bu qapı sizin sağınızda, solunuzda deyil, sizin evinizin qapısı ilə üzbəyüzdür, qarşı-qarşıyadır. Və biz o qarşı qonşu deyirik də onlara. Düzdürmü? Zeynəb. Bəli. Başa düşürsünüz? Burada da uşaqlar, bucaqlıda deyirik. Qarşı tərəfə hansı bucaq düşürsə, biz ona qarşı bucaq deyirik. Və qarşı bucaqlarla bağlı bizim əsas qaydamız var ki, qarşı bucaqlar bir-birinə bərabərdir. Baxın, qarşı bucaqlar bir-birinə bərabərdir. Bu qarşı bucaqlarla bizim olan ən əsas, ən vacib qaydalarımızdan biridir. Baxın, qarşı bucaq nədir? Baxaq indi şəkil üzərindən. Yəni bir-birlərinə qarşı olanda. Bəli. Qarşı-qarşı. Bir-birinin karşısında duran. Baxın, belə bir bucaq çəkirəm. Bəli, bir-birinin qarşısındadır. Həm də ki, mənim qiymətləri də eyni olmalıdır. Bəli, Eyni qarşı deyil. bucaqlar bir-birinə bərabər olur. Bəli, doğrudur. Baxın, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Qarşı bucaqlardır. Sonra, baxın, bu bucaqla onun qarşısı bu bucaq olduğuna görə bu bucaqlar da bir-birinə bərabər bucaqlar sayılır. Qarşı bucaqların ən vacib, ən əsas qaydası qarşı bucaqlarımız bir-birinə bərabərdir. Və yaxud da şəkildə bizə verilə bilər, məsəl üçün, deyək ki, bizə bucaqlarımızdan biri, məsələn, 30 dərəcədir. Bundan karşılıklı. Məsələn, deyə bilərəm, x-ni Elmin. tapın. İndi burada x nəyə bərabər olar, uşaqlar? Məmə 30'da mənimə. Bəli, 30-a bərabər olar. Məmə o birisi bucaqlarda mənimə 150 dərəcə. Bəli, y-imizdə 150-yə bərabər olar. İndi onun Peki, qarşı məmə, bucağı Bu birisi nəyə bərabər bucaqda olar? 180 dərəcə olduğu üçün məmə 180-dən 30 çıxır, cavab alır 150. 150. Bəli, doğrudur. Qarışdırmayın bir-birinizlə səsləri. Bəli, burada y-dir. Bura y 150 dərəcə olduğuna görə onun qarşı bucağı da 150 dərəcəyə bərabər olur. Doğrudur. Yəni, Y-dən Y-nin cavabı eynidir, çünki qarşıdır. Bəli, qarşı bucağı. Cavabı eynidir. Sizdə ekran göstərməyəndə deyin. Telefonda ola bilər ki, mən sağa sola tərpədim əlimdə. Sənin mənimlə. Yaxşı, gəlin baxaq misallar üzərində qarşı bucaqlarla bağlı. Əslində çətin mövzu deyil, qarşı bucaqlar, qonşu bucaqlar. Sadəcə 2 dənə biz sizlə qayda öyrəndik ki, o qaydları eləyirik bəli bir yerdə. Buyurun, indi Mənə bu 7-dən deyə bilərəm mənimə. A variantını Xatirə deyəcək, B variantını Murad sən deyəcəksən. Başla mənimə. Şimdi burada A variantında AOC bucağına 35 dərəcə verir. Mən də BOD bucağını tapmaq üçün birinci BOD bucağı 35 dərəcədir. Bəli. Sonra AOB bucağını tapmaq üçün 180-dən çıxdım 35-i. Aha. Qaldı 145 dərəcə. Deməli AOB 145 dərəcədirsə, COD də 145 dərəcədir. Bəli.
Deməli 180 dərəcə. Qonşu bucaq qaydasına görə bunu çıxdıq, aldıq ki, Müəllimə deyə 180 bilərəm dərəcə müəllimə. bərabərdir. Buyur Murad, sən də B variantını. Müəllimə S 125 dərəcə olacaq. Müəllimə orada da müəllimə 180-dən 125-i çıxacağıq, alacağıq müəllimə 55. Müəllimə iki tərəfə də 55 dərəcə düşür. Mən də deyə bilərəm C variantını. Mən də deyə bilərəm C variantını. Birinci Əsra dilləndi, Zeynəb. Əsra desin, sən sonra obuslarından birini deyəcəksən. Verəcəm sənə sual. Buyur Əsra. C variantında qarşı tərəfin 45 dərəcə olduğuna görə 180 dərəcədə 45 dərəcəni çıxanda 135 dərəcə. Demək ki, A olan tərəf 135 dərəcədir. Yəni bucağımız PAK bucağımız 135 dərəcəyə bərabərdir. Yaxşı. Bura 135 isə Əsra. Bəli. Qızım, bəs CAD bucağımız neçə dərəcə olar? CAD CAD bucağımızda orada həmçinin 135 dərəcə olacaq. Bəli. Qarşı bucaqdır. Ona görə də 135 dərəcəyə bərabərdir. Doğrudur. Yaxşı. Aha. İndi 8-ə keçirik uşaqlar. 8-ci sualda. Fikirləşin. Zeynəb, A variantını sən deyirsən. Hesabla. Mən tapdım deyə bilərəm. Müəllimə variantı mən desəm olar müəllimə. A variantını Zeynəb deyir, Əsra. B-ni sən deyərsən, C-ni də Murad deyər. Mən deyə bilərəm. Deyəcəkdim ki, mən deyim, mən deyərdim. Uşaqlardan nəsə səhvli olsa daxil edərsiniz. Nəzrin, sən heç Mən bilmirsən. bilmirəm, Mən də deyə bilərəm. Hə, sənin Bəli. Mən deyə bilərəm A-nı. Buyur Zeynəb, buyur de. Burada mən indi burada tənlik qurdum. X egal 15 bərabər 45. Sonra da X bərabər 45'dən 15 çıxdım, cavab 30 aldım. X də olur 30. Düzdür, xatirə. Bəli, düzdür. Afərin. Sağ ol mənə. Gələk indi B variantına Əsra dedim desin, B variantını. Dəftər gətir, B variantında mənə B olacaq. 3x toplansın 25 bərabər toplansın 25 dərəcə bərabərdir 115 dərəcə. Aha. Sonra mən yazırıq ki 3x bərabərdir 115 dərəcə, çıxırıq 25 dərəcə. Sonra mən yenə yazırıq 3x bərabərdir, cavabımız eləyir. Cavabımız eləyir 90. Sonra mən 90 x bərabərdir 90 böl 3 bərabərdir 30. Bəli. Bəlməlmə. Yaxşı. Bəli, afərin. İndi yaxşı, Əsra, x-i 30 tapdıq. Bəs R, Y, C bucağımız neçə dərəcəyə bərabərdir? Necə müəllimə? R, E, C bucağımız neçə dərəcəyə bərabərdir? R, A, B variantı üzr istəyirəm. P, N, K. P, N, K bucağımız neçə dərəcəyə bərabərdir? Müəllimə. P, N, K O bucağımız məmə neçə 30 dərəcədir? dərəcə bərabərdir. P, N, K bucağımız neçə dərəcə oldu? X-i 30 tapdıq. Məmə 115 dərəcə. Mən 115 dərəcə. Bəli, 115 dərəcə verib də sən orada. Hə, doğrudur. Bucağı ilə PNK qarşılıqlı bucaqdır deyə onun da qiyməti elə 115 alınacaq. Bəli, doğrudur. Axı müəllimə 115 dərəcə ilə qarşılıqlı olanlar 2x 25-də axı məmə axı bu tərəflə bu tərəf durur. Qıraqlar. PN onda 30 dərəcə hesablanır. 115 eləyir. Müəllimə mən deyim, müəllimə C variantını deyim müəllimə.
Bəli, uşaqlar, hər biriniz düz deyirsiniz. Yəni düz yanaşırsınız. Baxın burada 3x üstə gəlsin 25 ilə bizim bu qarşı tərəf, yəni 115 qarşı bucaqlardır. Elə birbaşa deyə bilərəm ki, bura 115 dərəcəyə bərabərdir. Və ya heç bunu deyək ki, 115 dərəcə olmağına baxmırıq. Biz aldıq ki, buradan x-imiz 30 dərəcədir. Gətirib x-in də qiymətini burada yerinə qoysam, mən yenə 115 dərəcə almış olacam. Bəli, müəllimə. Yəni 3-ü vuracam 30-a eləyəcək 90, 90, 25 gəlsəm 115 olacaq. Emin olmayan hesablamalar. Bəli. Yaxşı, bəs indi Əsra, mənə zəhmət Mən olmasa deyim. deyərsən Murat, Mən səbirli ol, bilirəm. səbirli ol. Bax, indi zəhmət olmasa mənə de, K, N, L bucağı neçə dərəcəyə bərabərdir? Müəllimə 30 dərəcə. K, N, L bucağımız. KNM K, N, L bucağımız neçə dərəcəyə bərabərdir? 115. K, N, L 115 yapalım. Müəllimə 90. uşaqlar, K, N, L bucağı deyirəm. Müəllimə 115. K, N, L. 30. Baxın, bu 30. bucağı 115 müəllimə. Elə Xeyr. 115 deyil. 115 Məmə deyil, 45. aiddir. Mənim 45. xeyr, 45 deyil. Məmə 30. 90. Xeyr, 115. Mənim 90 dərəcə. xeyr, 90 dərəcə deyil. 115 dərəcədir də müəllimə. Xeyr. Baxın uşaqlar. Xeyr, 30 da deyil. Bir dəqiqə mən hesablayım. Mənim 65 dərəcə. Bəli, 65 dərəcə eləyir. Baxın, bu bizə açıq bucaqdır da uşaqlar. Biz 65 dərəcəni hardan aldıq? Zeynəb 180. 180-dən 115-i çıxırsan. Bəli. 180-dən 115-i çıxır. Axı bizim P, N, K bucağımızı 115 dərəcə aldıq Zeynəb. Və ona qonşu olan bucaq K, N, L-i mən sizdən soruşuram. Qonşu bucaqdır uşaqlar. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Ona görə 115-in üzərinə x-i gəlirəm. Bərabər edirəm 180-ə. 180-dən də çıxıram 115-i, alıram burada 65 dərəcə. Və K, N, L bucağımız 65 dərəcəyə bərabərdir. Başa düşdüm mən. Mən 2000 deyirəm ki, nədən eləyə bilərəm ki? Ceyni Murada demişdim, Nəzrin. Sənin növbəti məsələni verəcəm. Deyim müəllimə. Buyur Murad. Mənim maraqlı məsələ. Mənim 2x üstə gəl 44 bərabərdir 116. Ezə, bir də təkrar elə zəhmət olmasa Murad. Mənim 2x üstə gəl 44 bərabərdir 116. Aha. Mənim 2x bərabərdir. Bəli. 2x bərabərdir müəllimə. 116-dan çıxırıq müəllimə 64-ü. Aha. Yox, mənim 64 yox, 44 çarpdım. Bəli, 44-dür. Sonra, Mənim cavab da 72. bəli. Sonra, Mənim 72-ni də 3-ə bölürəm də, yoxsa 2-yə 2-yə. 72-ni 2-yə bölürəm, müəllimə alınır 36. bəli, alınır 36. Sonra bizdən nə soruşur? X-i soruşurdu. Bəli. 36 kimi alıb doğralım. Mən deyirəm. Çünki mən x-in yanındakı mən 2-ni götürdük artıq. Necə Əsra? Yəni ki, mən 2x-dırsa, x-in yanındakı onda 2-ni götürürük. X'in yanındakı 2'ni götürürüz və ona bölürük. Gəlirsən, bərabər olur mu? Alınır 36. İkisi də ki. Bərabər 80. Məmə X'in yanındakı 2'ni götürürük, 72'yə də bölürük, onunla da alınır 36. Bəli. Yaxşı, indi Murad mənə zəhmət olmasa de. Müəllimə. C, Y, G bucağı neçə dərəcəyə bərabərdir? C, E, G. C, E, G. Murad. Murad adın? Xatirə. Ha, gözlə. Murat, müəllimə. Müəllimə, orada mənim
Ha, Dəqiq müəllimə. Murad deyir. Dayanın. Murad deyəcək. Müəllimə 180-dən Nəzrin səvə 116 olursa məsələni müəllimə verəcəm. alanı 144. 144 nə idi? 150, 164. 164. Bəli müəllimə. 164 yox müəllimə 64, 64. 64. Bəli, 64 dərəcəyə bərabərdir. Bəli, müəllimə. Bəli, qarşı bucaqdır. Müəllimə necə bu tərəf 64, o tərəf 64 olmalıdır. Bucaq. Qarşılıqlı bucaqdır. Bəli, bəli, qarşı bucaqlardır. Qarşılıq bucaqlardır. Ona görə 64 dərəcəyə bərabərdir. Doğrudur. Yaxşı uşaqlar, keçək indi növbəti 9-cu məsələnin nəzrini deyəcək. Məsələ 9-u nəzrin deyir. Onu isə hamınız şəşəsiz deyəsiniz 10-cu məsələni. Hamınız ixtiyarına. Fikirləşin. Müəllimə məsələ 9-u. Müəllimə deyə Bəli, bilərəm, doqquzun müəllimə sonu məsələ baxın. 9-u. En birinci bərabər Müəllimə deyə bilərəm, müəllimə məsələ 9-u. bərabər Yox, 9-u nəzrin deyəcək. Murad, gözləyin. Başdı müəllimə. Hə, buyur nəzrin, fikirləş. Fikirləşin uşaqlar, nəzrin səhv desə sizlərdən soruşacağam. Mən 35 ilə 55 toplayaq əvvəlcə. Bilmirəm, hesabla nəzrin. Xatirə hazırdır. Necə müəllimə? Deyirəm, xatirə hazırdır. Eləyib. Müəllimə, Bəli. heç kim tapmasa olar mən deyim. Səndən qabaq Murad dilləmişdi. Əgər Murad səhv desə, sən deyəcəksən. Açın. Deyə müəllimə. Yox, nəzrini gözləyirəm Murad. Nəzrin cavab verməsə, Mən deyim, buyur nəzrin. 180-dan çıxıram 35-i. 180-də hardan aldın? Mən bütün hamısını bütöv cəmi 180 olur, ona görə 180 götürürəm. Deməli, M, B, C. Buranı bizə verir 35. Aha, 180-dən çıxdın 35-i. Bəli. 5. Bəli, 145. Buranı aldın 145. Bəli. Sonra 180-dan çıxdım 55-i. Aha. Deməli, M, C, B. Buranı bizə verib 55. Çıxdın. Neçə aldın? Aha. Mən sonra 5 ilə 145-i topladım, aldım 270. 145 ilə, bəli. 125-i cəmləyirik. Alırıq. 270. Bəli. 270. Afərin Nəzrin. Yaxşı uşaqlar. Eləyə bildiniz siz bu məsələni yerinizdə, yoxsa eləyə bilmədiniz? Mən onu 170 deyə bilərəm, eləmişsiniz. müəllimə. Onu mən deyə bilərəm. Onu hamımızdan soruşadım cavabını. Nəxsə Mən müəllimə. soracağam. Uşaqlar, 9-cu məsələni hər bir kəs 270 dərəcə aldı mı? Bəli müəllimə. Müəllimə yanlışam. Bəli, müəllimə. Afərin. İndi 10-cu məsələyə baxın. Müəllimə deyim müəllimə 10-cu məsələni. Şimdi bura lövhəni silin, Murad. Cavabını bura qeyd edeyim. Bircə dəqiqə. Başdı. Buyur Murad, cavabın nədir? 8x üstə gəl 60 bərabər 180 dərəcə. Mən axırda aldığım cavab deyim, yoxsa misalların hamısını deyim Yekun müəllimə. cavabını de. Yekun cavabını de. 40 müəllimə 40. 40 dərəcə. Sonra, Müəllimə, nədən məsələ onda? bəli, məsələ onda. Müəllimə, x-tip deməliyik də elə. Bizdə nə istəyir, onu soruşuram sizdən. Hələ ki, birincini. Birinci sual deyil.
deyirik. Birinci sualın cavabını istəyirəm sizdən. Hələ ki. M, N, O, B. Müəllimə, Bəli. dərsi bitməyəmə nə qədər qaldı? 9 dəqiqə qalıb. Müəllimə deyim mi? Çıxmaq istəyirsən, çıx Nəzrin. Sola saxladım. Olar, olar, olar. Yoxsa mən Sağ ol, sən sağ ol. Hələlik. sağlam. Müəllimə deyim. Buyur, Xatirə. Müəllimə, burada deyir ki, AOM, MOD və NOB bucaqlarının dərəcə ölçüləri nə qədərdir? Bəli. Burada ilk öncə biz X-i tapmalıyıq ki, onların cavablarını eləyə bilək. Əvvəl Xatirə, konkret cavabını de, sonra həll yoluna keçərik. Cavabı nə aldın? Mən AOM-i 105 aldım. AOM 105, sonra. OD 40, Aha. NOB 105. NOB 105. Aha. Yaxşı, başqa kim nə cavab alıb? Məndə də elədi, mənim xərclər kimi. Xatirən kimi. Xatirə, Məndə də aldın. Mənimki də elədi. Mənimki də elədi. Mənimki də elədi. Aha. Aferin. Deməli, burada. Mən də izahını verim, baxaq. Görə düzmü aldı, Mənimki də elədi. Mənimki də elədi. Aferin. İndi baxaq görək. Deməli, bizə burada nədir? Deyir, parkın üzərində 3 yol kəsişir. Şəkildən istifadə edərək suallara cavab verin. Deməli, bizə burada nə verilir? Bizə deyilir AOC bucağımız 35 dərəcəyə bərabərdir. Sonra verir MOD bucağımız x üstə gəlsin 25-ə bərabərdir. Və bir də bizə burada nə verir? NOB bucağımız 7x-ə bərabərdir. Deməli, bizdən AOM-i soruşur. AOM. Bu hissəni soruşur. Fərqli rənglə qeyd edəcəm. Bu hissəni bizdən soruşur. MOD-ni soruşur. MOD. Bu hissəni soruşur bizdən. Daha sonra bizdən NOB-ni soruşur. NOB. Bu hissəni də bizdən soruşur. Deməli, Mənim orada axırda da mənimə yazılmalıdır ki, AON bərabərdir 120 çıx, mötərizədə 105 üstə gəl, 35 belə yazılmalıdır. Bərabərdir 40. birinci sualı yekun. Müəllimə, Yaxşı. ikidə də qaçırdı. Amma mən birinci sualı tapaq. Səbirli olaq. Baxın burada uşaqlar. Bu AOM-də. AOM bucağında. Bunların üçünü birləşdirsəm, nə verir bizə? 180 dərəcə. Düzdürmü? 35-in üzərinə gəldim. Bəli. Bu da bizə qarşı bucaqlara görə bura 7x-dir. Düzdürmü? Üzərinə gəlirəm 7x-i, üzərinə gəlirəm x üstə gəlinsin 25. Bərabərdir 180-ə. X-ları bir cəmləyirəm, elədi 8x, üstə gəlinsin 35 ilə 25-i bir toplayanda bizə nə verəcək? 35 üstə 25 gələndə. Nə verir? 60, 60. Bərabərdir 180-ə. Bəli. 60 mənim. 8x bərabərdir. 180-dən çıxıram 60-ı. Bu bizə nə verir? 120. 120. Bərabərdir 120. X-in də 120. bərabərdir 15 dərəcə. Düzdürmü? Bəli. Sonra müəllimə, bunları tapmaq asan olacaq. Mənim. Bəli. Demək ki, X-in 15 dərəcəsi isə 7x-in nəyə bərabərdir? Yəni AOM bucağı. 7-ni 15-ə vuracam 105. Bəli, 7-ni vurur 15-ə, alırıq bura 105. 105. Sonra bura 100. O dildə 15-in üzərinə 25 gəlirik 40. Bəli. Sonra Sonra mən nə o dedimsə elə 7x deyə qarşılıqlı bucaqdırlar deyə 7-ni də vuram 15 eləyir 105. bəli, 105. bəli. Doğrudur. Yaxşı, bir də mənə zəhmət olmasa deyin görün. Bu MOD bucağına qarşı bucaq hansıdır? Müəllimə hansı? MOD bucağının qarşı qarşı bucaq. bucağı.
MOD bucağının qarşı bucağı hansı bucaqdır? MOD-nin bucağın qarşılıqı. Qarşı bucağı. Buyur Əsra. Mənim qarşı bucağı CON. CON. Başqa kim? C. Buyur Xatirə. Mən NOB. NOB. Başqa kim? Mən. Buyur Zeynəb. Mənim CON. Başqa kimin fikri var? Murad. mən deyə bilərəm. Buyur Aytac. COM. Aha, Murad. Mənim CEON. M. CE. Deməli, burada MOD bucağına qarşı bucaq uşaqlar. Baxın, bu olacaq. Bax, bu bucaqdır. Bunun qarşı bucağı gəlir, baxın, bura düşür. Bu hissə. CON-ə düşür. Mən. Bəli. Başa düşdün, Xatirə? Mən elə bildim deyirsiz ki, qonşu bucaq. Yox, qarşı bucaq. Bəli, səhv eşitmişəm. Bunu X kimi götürsək, bir də ortadan belə xətt kimi çəksək, bunun qarşı bucağı bura düşür. Yaxşı. Mən. Qarşı bucaqlar, qonşu bucaqlar. Bunu başa düşdünüz, uşaqlar? Mən. Mən bununla bağlı sizin Bəli, müəllimə. maşınlar göndərəcəm. Onları siz səhvə işləyəcəksiniz özünüz evdə. Daha sonra onların video izahını sizlərə göndərəcəm. Bir də izahını Çox sağ olun. izlədim. Başa düşmədiyiniz hər hansı bir sual olsa, onu da yazıb müraciət soruşa bilərsiniz. Çox sağ ol müəllimə, təşəkkür edirəm. Sağ olun. Nə Sağ olun, sualınız müəllimə. olsa, buyurun. Başqa sualınız yoxsa dərsi yekunlaşdıraq. Sağ olun müəllimə. Sağ ol müəllimə. Gecəniz xeyrə. Sağ olun, xeyrə qarşı. Gecəniz Sağ xeyrə. Sağ olun müəllimə. Gecəniz xeyrə. Xeyrə qarşı. Sağ ol, Sağ müəllimə. olun. Sağ olun, sağ olun. Sağ olun müəllimə. Gecəniz xeyrə. Xeyrə Sağ ol qarşı. müəllimə. Xeyrə qarşı.